Kişilərdən düzgün tuman seçimi, yəni geyin forması, bu vacib məsələdir. Yəni, düzgün seçilməyən alt paltar kişilərdə xəyanın inkişafına mənfi təsir göstərir, qan dövranının pozulmasına səbəb olur. Eyni zamanda tərkibi hansı parçadan olması vacib əhəmiyyət kəsb edir və düzgün seçilməyən paltar eyni zamanda xəyanın sallanmasına, xəyada problemin yaşamasına, hətta varikaselin yaranmasına qədər gətirib çıxaran səbəbdir. Ona görə də düzgün seçilməmiş tuman eyni zamanda qan dövranının pozulması, eyni zamanda xəyanın ölçünün kiçilməsinə qədər gətirib çıxaran səbəblər yarada bilər. Burada üçbucaqlı tuman seçilə bilməz. Burada ayaqlı tumanlar seçilməlidir. Əsasən çit parça olmalıdır və təri özünə çəkə bilən parça olmalıdır. Çünki aralı nahiyəsi tərləməyə çox meyilli bir orqandır. Günəş şüasının düşmədiyi bir yerdir. Eyni zamanda istilik olan yerdir, hərarət olan yerdir və burada tərləmə əsası çoxalır. Bu da əlbəttə ki, orada xəstəliklərin yaranmasına səbəb ola bilər. Ona görə də paltarlar düzgün seçilməlidir.